Birinci sualda davam edirik. Ə, 8-ci sinifin yarımfral mərhələsinin suallarında. Cədvələ əsasən uyğunluğu müəyyən edin, uyğun xüsusiyyəti seçin. Saat qurşaqları verilib, xüsusiyyətlər verilib. 24-cü saat qurşağı üçün xüsusiyyət olaraq deyir ki, 3 materiklə kəsişir. 24-cü saat qurşağı, yəni 0-cı saat qurşağı da demək olar. Qirminc xətti, bəli, 3 materiki kəsir. Avrasiya, Afrika və Antarktika kəsdiyi üçün doğru götürərik. 12-ci saat qurşağı yalnız qərb yarımkəsində yerləşir. Yalnız qərb yox, 4 yarımkədə yerləşir. Şərqdə də yerləşir, belə deyə bilərik. 3-cü saat qurşağı, 3-cü fikirdə 6-cı saat qurşağı verilib. Kəsdiyi materiklər 3 yarımkədə yerləşir. 6-cı saat qurşağı yalnız 90 şərq üzrə orta meridianıdır. Yalnız kəsir Avrasiya və Antarktikanı kəsdiyi üçün doğru götürə bilərik. Avrasiya və Antarktika 3 yarımkədə yerləşir. 9-cu saat qurşağı Bakı şəhərində 22 mart saat 21:00 olduqda bu qurşaqda 23 mart tarixidir. Bakı şəhəri 50 şərq uzunluqdur. 50 şərq uzunluğu. 9-cu saat qurşağının orta medianını hesablasaq, 9-15-ə vursaq 35 şərq uzunluğu. Bunlar arasında dərəcə fərqi 85-dir. 85-i saatla ifadə etsək, 5 saat, qalğımız 10 qalır, 15-ə böldükdə, 10-u da 4-ə vursaq, 5 saat 40 dəqiqədir. Bakıda saat neçədir? 21:00. 21:00-a 3 saat lazımdır ki, yəni 9-cu saat qurşağı daha qərbdədir, daha şərqdədir. Yəni bizdən öndədir. Bizdən öndə olduğu üçün bunun üzərinə 5 saat 40 dəqiqə gəlsək edər 02 40. Amma bir gün bizdən qabaqda olacaq. Çünki bizdə saat ayın tarixi 22 mart 21:00-dur. Amma 9-cu saat qurşağında olacaq 02:40. Amma bir gün irəli 23 mart doğru olar. 20-ci saat qurşağı 4 yarımkədə yerləşir. Xeyr, 3 yarımkədə yerləşir. 4 yarımkədə yerləşənlər 0 və yaxud da 24 deyə bilərik. Və 12-ci saat qurşaqları 4 yarımkədə yerləşir. Digərləri 3 yarımkədə yerləşir. Qərb sərhəddi ilə Bakı şəhəri arasındakı ən qısa məsafə 47,5 kilometrdir. Birinci saat qurşağı. Birinci saat qurşağının orta meridianı 15-dir. 15-in qərb sərhəddi 7,5-dir. Şərq uzunluğu. Bakı şəhərdə 50 şərq uzunluğudur. 50 şərq uzunluğu. Bundan birinci saat qurşağının qərb sərhəddi ilə Bakı şəhəri arasında 42,5 dərəcə fərq var. Biz bunu 42,5-i 85,4-ə vursaq, 40-cı paralelin bir dərəcə qövsünə vursaq, Bakı 40-cı paraleldə yerləşir çünki, bunu 85,4-ə vursaq, edər 3629,5 kilometr. Burada deyilsə 4717,5 kilometrdə fikri səhv olar. Doğru fikirlərin 1, 3, 4 edər. C variantı. Uyğunluğu müəyyən edin. İşıqlama qurşaqları verilib və xüsusiyyətlər verilib. 1, 2, 3 yazaq. Şaquli cisimlərin kölgəsi ildə 2 dəfə 0-a bərabər olur. Yəni ildə 2 dəfə günəş şüası 90 dərəcə ilə düşürsə, bu tropik işıqlama qurşağına aid olan xüsusiyyətdir. 3-ə A yazarıq. Gecə və gündüzün adi növbələşməsi pozulur. Qütb işıqlama qurşağının xüsusiyyətidir. Bütün hissələrində günəş şüaları günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasındakı fərq 47-dir. Mülayim işıqlanma qurşağında belə olur. 2. 1-ə C yazarıq. 3 materikin ərazisində yerləşir. 3 materikin ərazisində yerləşən qütb işıqlanma qurşağı olar. 2-yə D yazarıq. Çünki yerdə qalan mülayim və tropik işıqlanma qurşaqları daha çox materikin ərazisinə düşür. 3-dən daha çox.
Qütb qalma qurşağı Şimal Amerika, Avrasiya və Antarktika materiklərini əhatə edir. 3 materiki. Dünyanın konus proyeksiyası ilə tərtib olunan xəritəsindən sıfır təhlili xətt keçir. Bu, mülayim işıqlama qurşağına aid olan fikirdir. Konus proyeksiyası sıfır təhlili xətt 60-cı paralel götürsək, bəli, mülayim işıqlama qurşağına düşür. 1 CE, 2 BD. CE, BD. E variantı olar. 22 iyunda günorta vaxtı eyni meydan üzərində yerləşən iki məntəqədə eyni anda günəş şüaları 55 bucaq altına düşür. Məntəqələr arasındakı ən qısa məsafənin 14 milyon mil qaz xəttinin isə santimetr olduğunu müəyyən edin. 22 gündə günəş harda olar? 22 gündə günəş olur. 23,5 şimal enliyində. Və bura düşür 90 dərəcə ilə günəş şüası. Bizə dedik ki, eyni meridian üzərində yerləşən bir məntəqələrdir. Bura 55 ilə düşür. Hər ikisinə 55 ilə düşsün deyir. Hər ikisinə 55 düşürsə, bunlar arasında günəşin düşmə bucaqları fərqi nə qədərdir? 35 burada. 35 də burada. Günəşin düşmə bucaqları fərqi 35 isə deməli paralellər arasındakı məsafə burada paralel tapa da bilərik, amma tapmağa ehtiyac yoxdur bu sualda. Paralel arasındakı məsafədə elə 70 edər. Toplayarıq 35-35-i 70 edir. Deməli paralel arasındakı məsafə meridian üzrə 70 dərəcədirsə, biz onun həqiqi məsafəyə çevirmək üçün 1 dərəcə meridian köksünə vurarıq. 70-i 111. Bu dedər nə qədər? 7770. Demək həqiqi məsafə 7770-dir. Miqyasımızdan da 5 sıfır silsək, bu dedər 140 edir. Xətti məsafəmizdə həqiqi məsafəni bölürük miqyasa, bu da edir 55,5. 7770-i bölürük 140-a, 7000, o da 55,5 edir. Edir. Passat kürəkləri üçün doğru fikri müəyyən edin. Passat kürəkləri tropik enliklərdən ekvatora doğru əsir. Ekvatora doğru əsir. Yəni, tropik yüksək təzyiqdən ekvatorial alçaq təzyiq sahəsinə əsir. Burada cavabımız E olar. Digər variantlara baxsaq, bütün materiklərdə müşahidə edilir. Antarktikada müşahidə edilməz. Bir də ki, 30-cu paraleldə yazaq bura. Cənub yarımkərəsində sağa meylidir, cənubda sola meylidir. Daimi küləklər şimalda sağa, cənubda sola meylidir. İstiqaməti indi 2 dəfə dəyişirlər. Xeyr, daimi küləklər aid olan xüsusiyyət deyil, bu musulmanat xüsusiyyət idi. Labrador və Somali yarımadası səciyyəvidir. Labrador olmaz. Cavabımız elə E olar. Sxemdə göstərilən atmosfer hadisəsinə əsasən doğru fikri müəyyən edin. Sxemdə fikir versək, külək mərkəzdən kənara doğru əsir. Yəni, bu antisiklondur. Antisiklon mərkəzi yüksək təzyiq sahəsidir. Yəni, külək yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə əsir. Və fikir versək, saat əqrəbi istiqamətindədir. Yəni, antisiklonun saat əqrəbi istiqamətində olduğu yarımkürək şimal yarımkürəsidir. Baxaq variantlara. Deyir, A variantı cənub yarımkürəsi üçün xasdır. Xeyr, şimal yarımkürəsi üçün xasdır. Bu, şimal yarımkürəsinin bir də ki, antisiklonudur. Alçaq təzyiq sahəsidir. Xeyr, yüksək təzyiq sahəsidir. Daxil olduğu ərazidə bol yağıntı gətirir. Xeyr, antisiklonun mərkəzi bir də ki, antisiklonda aydın buludsuz hava olur, şəlakət deyilir. Yüksək təzyiq sahəsidir. Bəli, yüksək təzyiq sahəsidir. Antisiklonun mərkəzi yalnız günəşin zenitdə olduğu ərazidə formalaşır. Mülayim enliklərdə də formalaşır.
Cavab D olar. Şu tektonik çökmə zonası üçün xarakterikdir. Mülayim isti iqlimə rast gəlinmir. Yanlış olar. Lənkəran ovalığı, Qanı-Xəzər vadisində düzənliyində belə deyək ki, rast gəlinir. Qanıq və Qabırı çaylarının mənsəbi yerləşir. Doğru fikirdir. Mütləq hündürlüyü 200 metrdən çox deyil. Ən hündür yeri Çoban dağıdır. O da ki 890 metrdir. Yəni çoxdur da 200 metrdən. Neft və gil fayda qazı qeydiyyatına rast gəlinir. Gil demək olar ki, bütün tektonik zonalarımızda var. Neftdəki bəli Kür tektonik zonasındadır. Şəki və Qax inzibati rayonları yerləşmir. Fikri səhv olar. Şəki və Qaxın demək olar ki, bir hissəsi yerləşir. Şəki və Qax iki tektonik zonada yerləşir. Kür tektonik çökməsində və Böyük Qafqaz qalxmasında yerləşir. Yovşan və kəngiz kimi bitkilərə rast gəlinir. Yarımsəhra bitkilərdir. Bəli, rast gəlinər. 2, 4, 6 doğru fikirdir. 2, 4, 6. B variantı. 7-ci suala baxırıq. Euler-Venn diaqramına əsasən materiklər üçün uyğunluğu müəyyən edin. Şimali Amerika, Cənubi Amerika, Afrika materikləri verilib. Aid olduqları litosfer tağların divergent sərhədində Müqəddəs Yelena adası yerləşir. Müqəddəs Yelena Afrika və Cənubi Amerika litosfer tağlarının sərhədində olduğu üçün A fikri A-nı biz 3-ə yazarıq. Cənubi Amerika və Afrikaya aid olan ortaq olan xüsusiyyətə. Qütb ulduzu Polaris görünür. Qütb ulduzu Şimali Amerikada da görünür. Cənubi Amerikada da, Afrikada da görünən hissələr var. Yəni şimal yarımkürəsində görünür qütb ulduzu. Demək, B-ni hər üçünə yazırıq. Bir sözlə B-ni götürmürük. İl boyu günorta vaxtı günəş zenitdədir. İl boyu günorta vaxtı günəş yalnız Afrikada zenitdə olur. Yəni C-ni də çıxarıq. 3 işıqlanma qurşağında yerləşir. 3 işıqlanma qurşağında yerləşir. Şimali Amerika 2, Cənubi Amerika 2 işıqlanma qurşağında yerləşir. Şimali Amerika və Afrika isə 3 işıqlanma qurşağında yerləşdiyi üçün D-ni biz 2-yə yazarıq. Müəyyən hissəsi mülayim iqlim qurşağında yerləşir. Müəyyən hissəsi mülayim iqlim qurşağında yerləşən materik Şimali Amerika və Cənubi Amerikanı qeyd edərik. 1-ə E. Afrika mülayim iqlim qurşağında yerləşmir. Belə bir şey deyək, Afrika mülayim iqlim qurşağında yerləşməsi də mülayim iqlim qurşağının təsirinə məruz qalır. Çünki subtropik iqlimə qışda mülayim hava kütlələri təsir etdiyi üçün belə deyə bilərik ki, mülayim iqlim qurşağı təsir edir Afrikaya. Amma mülayim iqlim qurşağında Afrika yerləşmir. Demək, cavabımız 1E oldur. 1E, 2D, 3A oldu. E, D, A variantı olar. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr İran, Türkiyə, Pakistan olar. 1, 3, 5 C variantı olar. Elə bu üç dövlətdə bu təşkilatı yaradan dövlətlərdir. 9-a baxırıq. Cədvələ əsasən doğru sıranı müəyyən edin. Quba Xaçmaz tərkibində 9 inzibati rayon var. Yanlış olar. 5 inzibati rayon var. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən. 9 səhv olar. Dağlıq Şirvan xarici ölkə ilə həmsərhəd deyil. Bəli, həmsərhəd deyil. Gəncə Daşkəsən. Filiz fayda qazıntılar mövcuddur, əlbəttə. Şərqi Zəngəzur yalnız bir xarici ölkə ilə həmsərhəddir. 1 yox, 2 Ermənistan və İranla sərhəddir. 4-də səhv olar. Mərkəzi Aran yalnız yarımsəhra və quruçöl iqliminə rast gəlinir. Doğru fikirdir, yalnız yarımsəhrada yerləşir. Naxçıvan mülayim isti iqlim tipinə rast gəlinir. Xeyr, Naxçıvanda mülayim isti iqlim tipi yoxdur. Cavabımız olar, doğru fikirdirsə 2, 3, 5 olar. 2, 3, 5 D variantı. Cədvəl əsasən uyğunluğu müəyyən edin. Çili ölkələr verilib və xüsusiyyətlər Çili. Günəş zenitdə olur. Bəli, Çili tropik kəsən ölkələrdəndir və cənub tropik kəsdiyi üçün, yəni tropik işıqlanma qurşağında yerləşən hissələri var. Doğru fikirdir. Türkiyə
Suriye, Livan, Bolqarıstanla həmsərhəddir. Bu Suriye və Bolqarıstanla həmsərhəddir, amma Livanla həmsərhəd deyil. Qazaxıstan iki qitədə yerləşir, doğru fikirdir. Malaziya, sahiləni iki okean suları yuyur, Sakit və Hind, doğru fikirdir. Macarıstan, Adriatik dənizinin sahilində yerləşir. Macarıstan materik daxili mövqeyidədir. Yəni Adriatik dənizinə birbaşa çıxışı yoxdur. Finlandiya, əhalinin əksər hissəsi Hind-Avropa dilində danışır. Finlandiyada Ural dil ailəsi olar. Hind-Avropa dil ailəsi olmaz. Yəni əksər hissəsi də deyir. Bu da cavabımız 1, 3, 4 olar. E variantı. 11-ə baxırıq. Cədvələ əsasən uyğun sıranı müəyyən edin. Baykal gölü və Viktoriya gölləri verilib. Baykal gölü üçün xüsusiyyətlərə baxaq. Şimal Buzlu okean hövzəsində yerləşir. Bəli, buradan Ankara, Yeniseynin Ankara klubu buradan başlayır və deməli Baykal gölü Şimal Buzlu okean hövzəsinə aiddir. A doğrudur. Yerləşdiyi materikdə gecə və gündüzün adi növbələşməsi pozulur. Pozulan hissələr var. Günəş 30, yəni qütb işıqlama quşağında yerləşən hissələr var. Günəş 30 sentyabrda zenitdə olur. Günəş 30 sentyabrda günəş harda olur, hansı yarımkürədə olur? Əlbəttə ki, cənub yarımkürəsində olur. Cənubda zenitdə olduğu üçün Avrasiya materikində zenitdə olmur. B səhv olar. Yerləşdiyi ölkə sahillərini Şimal Buzlu okeanının həm donan, həm də donmayan dənizləri yuyur. Məsələn, Şimal Buzlu okeanın əksər dənizi donur. Donmayan dənizlər hansılardır? Norveç və Barents dənizləri. Barents dənizi də Rusiyanın sahillərini yuduğu üçün, bəli, donmayan dənizdə, donan dənizdə yuyur, götürə bilərik. C-nə götürdük. Viktoriya gölü 3 yarımkürədə yerləşir, doğrudur. Viktoriya gölü üçün yerləşdiyi materikdə il boyu günorta vaxtı şahabuli cismin kölgə uzunluğu 0-a bərabər olan məntəqələr var. Burada il boyu söhbəti var. Bəli, düzdür. Viktoriya gölünün yerləşdiyi materikdə şahabuli cisimlərin kölgəsi 0-a bərabər olur. Hətta tropik işıqlanma quşağında ildə 2 dəfə müşahidə olunur. İl boyu sözü var burada. İl boyu, yəni il boyu bir məntəqəyə il boyu 0-dan düşərmi günəş şüası? Yəni vaxt kölgə 0 olarmı il boyu? O biraz sual doğurur. Hind okean hövzəsinə aiddir. Viktoriya gölündən Nil çayı başladığı üçün Atlantik okean hövzəsinə aiddir. C səhv olar. Burada cavabı A götürülür. Amma da il boyu fikri belə deyək ki, tərəddüdlüdür. Düzdür, Afrika materikində tropik işıqlama quşağında yerləşən ərazilərində belə deyək ki, hətta ildə 2 dəfə kölgə 0 olur cismin kölgəsi. Amma il boyu fikri sual doğurur, yəni çox ziddiyyətli bir fikirdir. Burada 1A, C, 2-də də A-nı qeyd edərik. Doğru olmayan fikri müəyyən edin. Hazırda ölkəmizdə özəl müəssisələrdə çalışanların sayı dövlət müəssisələrində çalışanların sayından daha çoxdur. Dəstəkdə qeyd olunan bir fikirdir, doğru fikirdir. Braziliya, Meksika və Qazaxıstanda terikon təbələrə çox rast gəlinir, doğru fikirdir. Tullantılar yığılır, məsələn, belə deyək ki, fayda qazıntılar hasil edilərkən əlavə qalan tullantılar yığılır, toplanır və təpə halına gəldikdə ona terikon təpələr deyilir. Braziliya, Meksika, Qazaxıstan, bəli, burada geniş rast gəlinir. Böyük Qafqaz tektonik qalxma zonasında filiz fayda qazıntı yataqları mövcud deyil fikri yanlış olar. Burada polmetal, məsələn, Böyük Qafqazda var. Talaş dağlarında dağ tundra iqlim tipinə rast gəlinir fikri yanlış olar. Gəlinmir. Qış gün dönümündə ən uzun paralel üzərində günorta vaxtı şahabuli cisimlərin kölgəsi olmur. Qış gün dönümündə ən uzun paralel ekvatordur. Deyək ki, kölgənin uzunluğu olmur. Xeyr, kölgənin uzunluğu olur. Olur. Günəş cənub tropikində zenitdədir. Ekvatorda zenitdə deyil ki, kölgənin uzunluğu olmasın.
Qara mərmər, Mərmərə və Baltik dənizləri coğrafi mövqeyinə görə daxili dənizlər hesab edilir. Doğru fikirdir. Bizə yanlış fikirlər istəyir. 3, 4, 5-i götürərik. C variantı. Temperatur 30 Selsi, nisbi rütubətli 42 olan 1 kub metr hava müsbət 10 Selsiyə qədər soyuyarsa, kondensasiyaya məruz qalan su buxarının miqdarını qramla müəyyən edin. Qramla müəyyən edin. Bu da verib, nəzərə alın ki, 1 kub metrdə hava 10 Selsidə maksimum doyma həddi 9 qramdır. 30 Selsidə isə 30 qramdır. Bu zaman 42 faizdə görək nə qədər su var. 42 faizə x yazarıq. 100 faizdə isə 30 qram su. 30 Selsi temperaturda da bu. 30 Selsi temperaturda havada maksimum 30 qram su olarsa bunu 100 faiz götürürük. Buradan x-imiz bərabər olar. Çarpaz vursaq 1260 bölünsün 100 və x-ə bərabər edər 12,6. Deməli, havada 30 Selsi temperatur olan havada 12,6 qram su var. Yaxşı, bu hava 10 Selsiyə qədər düşərsə, neçə qram su kondensasiyaya uğrayar? Yəni, yağıntı şəklində yerə düşər. 10 Selsidə 9 qram su saxlaya bilir. 10 Selsi 9 qram su saxlaya bilirsə, 12,6-dan 9 çıxsaq, yerdə qalacaq 3,6. Deməli, 3,6 qram su kondensasiyaya uğrayacaq, yağıntıya çevriləcək. C variantı. Hansı adadan yalnız qərb istiqamətdə hərəkət edən səyyah ilkin məntəqəyə çatmaq üçün daha qısa məsafə qət edər? Tutaq ki, məsələn, A variantı Kalimantan adası verilib. Kalimantan adası ekvator xətti kəsir. Biz yalnız qərbə getsək, yəni paralel üzərində hərəkət etmiş olacağıq. Ən uzun paralel üzərində hərəkət edəcəyik və daha çox məsafə edəcək bu. Təsəvvür edin ki, qütbə yaxın bir enlikdəyik. Qütbə yaxın bir enlikdə biz getsək daha az məsafə gedəcəyik. Bu deməkdir ki, qütbə yaxın bir ada götürməliyik. Bir sözlə, hansı adanın yerləşdiyi paralel çevrəsinin uzunluğu daha azdır. Biz onu götürməliyik. Məsələn, Kalimantan adası dedik ki, ekvator uzun olar. İsland adası qütbə yaxındır. Qalsın görək İslandiyadan şimalda qütbə yaxın olan varmı? Tayvan adası İslandiyaya nəzərən daha ekvatora yaxın deyə çıxıram. Saxalin adası da həmçinin İslandiyaya nəzərən ekvatora yaxındır. Çıxıram Kipirdə həmçinin. Cavab elə burada B olar. Qütbə daha yaxın İslandiya adasıdır. Ölkəmizin hansı miqyasda tərtib edilmiş xəritəsi divarda daha kiçik sahə tutar? Biz divarda daha kiçik sahə tutmaq üçün bir xəritəni daha çox kiçiltməliyik. Daha çox kiçildiləndə, yəni miqyasının kəmiyyəti daha çox böyük olmalıdır ki, miqyasının kəmiyyəti kiçiltmə dərəcəsini göstərir. Yəni, hansının kəmiyyəti daha böyükdürsə, biz onu götürərik. Əlbəttə ki, D. D-də miqyasının kəmiyyəti daha çoxdur. Yəni, daha çox kiçildilib. Miqyas olaraq, bəli, daha kiçik miqyası götürməliyik. Kəmiyyət olaraq daha böyük kəmiyyətə malik olanı götürürük. D variantı. Dağın ətəyində atmosfer təzyiqi 680 mm civə sütunudur. Dağın ətəyində atmosfer təzyiqi nə qədərdir? 680 mm civə sütunudur. Dağın maksimum hündürlüyü dəniz səviyyəsindən 3300 metrdir. də yerləşir. Dağın zirvəsi nə qədər oldu? 3300. Dağın zirvəsi ilə ətəyi arasındakı temperatur fərqini Fahrenheit şkalası ilə müəyyən edin. Ətəyi ilə zirvəsi arasındakı birdəki temperatur fərqini tapmalıyıq. Nəzərə alın ki, dəniz səviyyəsində təzyiq normaldır. Dəniz səviyyəsi 0 metrdir. Dəniz səviyyəsi 0 metr və normal atmosfer təzyiqimiz nə qədərdir? Normal atmosfer təzyiqimiz isə 760 mm civə sütunudur dəniz səviyyəsində. Deməli,
biz ətə ilə qeyd edək ki, dəniz səviyyəsinin təzyiq fərqini tapsaq, burada təzyiq fərqi 760-dan 680 çıxsaq 80 edir. 80 mm civə sütunu biz hündürlüyə çevirsək, 1 mm civə sütunumuz 10 metrə bərabərdir. Bu zaman 80 mm civə sütunumuz isə 800 metr olacaq. Deməli, dağın ətəyi 800 metr hündürlükdədir. Dağın ətəyi 800 metr hündürlükdədirsə, biz buradan nə edərik? Zirvə ilə qeyd edək ki, zirvə ilə ətək arasında hündürlük fərqini taparıq. 3300-dən çıxarıq 800-ün. 3300-dən 800 çıxsaq 2500. 2500-də temperatur fərqi nə qədər edər? Və onu Fahrenheit-lə ifadə etməliyik. Temperatur qeyd edək ki, 1000 metrdə 6 Selsi dəyişirsə, 2500 metrdə bu edər 15 Selsi. Deməli, 15 Selsidə temperatur fərqi var. 15 Selsi temperatur fərqi var. Sadəcə biz 15 Selsini Fahrenheit ilə ifadə etməliyik. Fahrenheit-in düsturu nədir? Burada yazaq. F bərabərdir 5-də 9 vurulsun Selsi üzərinə gələk 32. Bu düsturdur. Bizə Selsi məlumdur. Temperatur fərqi ətək ilə zirvə arasında 15-dir. Yerinə qoysaq, burada yerinə qoysaq, C-ni yerinə 15 qoysaq, ixtisar gedər. 3, 9-un 3, 9-da 3-ə vursaq 27, bir də 27-nin üzərinə 32 gələcək, bu edər 59. 59 Fahrenheit. Cavabımız olar 59 Fahrenheit. Variantı. Çevrəsinin uzunluğu 30.744 km olan paralel üçün səciyyəvi olan əlamət. Ümumiyyətcə, bunu əzbər bilməliyik ki, 30.744 km olan, vaxtımız getməsin deyə əzbər bilməliyik. 30.744 km olan paralel çevrəsi 40-cı paraleldir. Bunu hardan tapırıq? Əlbəttə ki, 30.744-ü bölürük 360 dərəcəyə. Ümumi paralel çevrəsinin dərəcəsinə. Bu da edir 85,4. Hansı paralelimizin bir dərəcəlik ölçüsü 85,4-dür? Əlbəttə ki, 40-cı paralel. Deməli, burada 40-cı paraleldən söhbət gedir. 40-cı paralel. 40-cı paraleldən söhbət gedir. Yalnız şimal yarımkürəsində yerləşir. 40-cı paralel cənub yoxdurmu 40-cı paralel? 40 cənub illiyi var da, yəni ona görə də səhv olar. İki yarımkürədə yerləşən materiklər kəsişir. Hansı materikləri kəsir? Şimali Amerika, Avrasiya, Cənubi Amerika. Bunlardan Şimali Amerika, bəli, iki yarımkürədə yerləşir və iki yarımkürədə yerləşən materiki kəsir. Ümumiyyətlə, iki yarımkürədə yerləşən materiklərimiz hansıdır? Şimali Amerika və Avstraliya. Şimali Amerika və Avstraliya. Bəli, Şimali Amerikanı kəsdiyi üçün götürərik. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucağı fərqi 47-dir, 48-dir. Əslində 47 yazılmalıdır. Çünki mülayim işıqlanma qurşağında maksimum və minimum düşmə bucaqlarının fərqi 47-dir. Burada da 48 yazılı üçün səhvdir. Bütün saat qurşaqlarında yerləşir. Bütün saat qurşaqlarında əlbəttə ki, yerləşər. Bu bir paraleldir. Bütün paralellər bütün saat qurşaqlarında yerləşir. Qütb dairəsinə qədər olan ən qısa məsafə ekvatora qədər olan ən qısa məsafədən azdır. Fikri doğru olar. Qütb dairəsi 66,5. 40-cı paralelimizi çəkək. Ekvator isə 0 yazaq. Buradan bura kimi dərəcə fərqi 26,5-dir. Ekvatora qədər olan dərəcə fərqi isə 40-dır. Bəli, deməli, fikir doğrudur. Qütbə qədər olan məsafə daha qısa olar. Kəsişdiyi bütün qitələrdə Günəş zenitdə olur. Qitə olaraq, məsələn, 40-cı
paralel Avropa, Asiya qitəsinin e, Avropa qitəsini kəsir. Avropa qitəsi də belə deyək ki, günəş zenitdə günəş zenitdə olmur. Avropa qitəsini kəsdiyi üçün kəsir və Avropa qitəsində günəş zenitdə olmur. Fikir səhvdir. 2, 4, 5 olar cavab. Doğru fikirlər. 2, 4, 5 E variantı. Cədvələ əsasən çaylarla bağlı uyğun olmayan fikri müəyyən edin. Uyğun olmayan istəyir, yanlış fikirləri götürəcəyik. 3 ölkə ərazisində axır. Kür çayı, bəli, Türkiyə, Gürcüstan, Azərbaycan. Qızılgədik dağından başlayır, fikir doğrudur. Göyçay inzibati rayonunun ərazisindən axır. Səhvdir, Göyçay kəsmir. Gürcüstan ərazisindən axır, Araz Gürcüstanı görmür. Bingöl silsiləsindən başlayır, fikir doğrudur. Xəzər dənizə birbaşa tökülür fikri səhv olar. Araz kürə tökülür. Burada doğru olmayan 3, 4, 6 olar. 3, 4, 6. D variantı olar. Doğru fikri müəyyən edin. Doğru fikir. ABŞ-da subtropik iqlim qurşağına rast gəlinir. ABŞ-da bəli, subtropik iqlimin 3 belə deyək ki, tipinə rast gəlinir. Yalnız bərabər rütubətlidən başqa Aralıq dənizində rast gəlinir, subtropik kontinentdə da rast gəlinir, subtropik mussona da rast gəlinir. Braziliya sahillərini bir okean suları yuyur. Braziliya sahillərini yalnız Atlantik yuyar. Bəli, üst yarımkürədə yerləşir. Bəli, ekvator xətti kəsir. Doğrudur. Kür çayının hər iki sahilində yerləşən bütün inzibati rayonlar okean səviyyəsindən aşağıda yerləşir fikri səhv olar. Məsələn, götürək Tovuz, Ağstafa kimi rayonlarda niyə ki, okean səviyyəsindən yüksək daxil rayonlar, ona görə də fikir səhv olar. Belçika və İsveç monarxiya idarə etmə sisteminə malikdir. Fikri doğrudur. Galapagos adaları litosfer tavalarının konvergent sərhəddə yerləşir. Səhvdir, divergent sərhəddə yerləşir. Kakos və Naska litosfer tavalarının divergentində ayrılma sahəsində yerləşən vulkanik adadır Galapagos. Okeanların səthindən buxarlanan suyun miqdarı düşən yağıntı miqdarının daha azdır. Xeyr, səhvdir. Okeanların səthindən buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından az ola bilməz. Cavab 1, 2, 4 olar. C variantı. Növbəti suala baxaq. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətləri müəyyən edin. Sxemə baxsaq, şimal yarımkürəsi günəşə daha çox çevrilib və şimal qütbündə qütb gündüzləridir, cənub qütbündə isə qütb gecələridir. Deməli, bu tarix 22 iyun tarixidir. Yay gün dönümüdür. Günəş şimal tropikində zenitdədir. İndi isə xüsusiyyətlərə baxaq. Apenin yarımadasında gündüzün uzunluğu Skandinaviya yarımadasından daha azdır. Bəli, Apenində Skandinaviya qütbə daha yaxındır və qütbə daha yaxın şimal qütbü, məsələn, günəş şimaldadırsa, şimal qütbünə daha yaxın məntəqələrdə gündüzün uzunluğu daha çox olar. Ona görə də Apenindəki Skandinaviyadan cənubdadır da fikir doğrudur. 68,5 şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 45 dərəcədir. Doğrudur. Doğrudur, çünki günəş şimal tropikində zenitdədir. Günəş şimal tropikində zenitdədirsə, biz buradan tutaq ki, 90 çıxılsın, bir deyək, enlik haradır? 68,5. En yarımkürədə olduğu üçün çıxarıq. 23,5 günəş zenitdədir. 20 tropikdə zenitdə olduğu üçün bunu yazdıq. Bununla bərabər də bundan bunu çıxsaq 45 edir. 90-dan da 45 çıxsaq, bəli, elə
45 dərəcə ilə düşür. Deməli 2 də doğrudur. Yalnız şimal tropikindən şimalda yerləşən məntəqələrdə gündüzün uzunluğu 12 saatdan çoxdur. Fikri yanlış olar. Günəş ekvatordan belə deyək ki, qütblərə yaxınlaşdıqca gündüzün uzunluğu artır. Məsələn, şimal yarımkürəsində qütb belə deyək, günəş zenitdədirsə, e, ekvatordan, belə deyək ki, ekvatordan qütblərə yaxınlaşdıqca gündüzün uzunluğu artacaq. Yəni yalnız tropikdən şimalda yox, ekvatordan şimala getdikcə gündüzün uzunluğu 12 saatdan çox olmağa başlayacaq. Ekvatorda 12 saatdırsa, gündüzün uzunluğu qütblərdə 24 saatdır. Qütb nöqtəsində. Deməli, 3 də səhv oldu. Tropik işıqlanma qurşağında yerləşən bütün məntəqələrdə şüalı dirəyin kölgə uzunluğu öz uzunluğu daha qısadır. Bütün məntəqələrdə öz uzunluğundan daha qısadır. Fikrinə baxaq. Ümumiyyətcə günəşin kölgənin uzunluğu cismin uzunluğundan çox olanda günəş 45 dərəcədən belə deyək ki, çox düşməlidir. Əgər günəş şüası 45 dərəcədən çox düşürsə, kölgənin uzunluğu azdır. Deyək, əgər günəş şüası 45 dərəcədən çox düşürsə məntəqəyə, onda cismin kölgəsi özündən qısa olacaq. Əgər günəş şüası 45 dərəcədən az düşürsə məntəqəyə, həmin məntəqədə yerləşən cismin kölgəsi özündən uzun olacaq. Bir-birinin əksidir, belə deyək. Baxaq görək. Burada deyir ki, bütün məntəqədə şüalı dirəyin kölgə uzunluğu öz uzunluğundan daha qısadır. Yəni demək istəyir ki, bu tropik işıqlanma qurşağında hər bir yerində günəş şüası 45-dən çox düşür. Bu fikir səhv olar. Çünki əgər günəş, belə deyək, şimal tropikində zenitdədirsə günəş şimal tropikində zenitdə olduqda 23,5 şimalda zenitdə olduqda tutaq ki 23,5 cənubi nə qədər düşər? Bu da zenitdədir. Bura neçə ilə düşər? Əlbəttə ki 43 ilə düşər. 43 ilə. Demək 43 ilə düşürsə cənub tropikinə. Demək burada kölgənin uzunluğu daha uzundur da. Bütün məntəqə olmaz axı burada. Burada bütün məntəqə deyib. 43-dən düşürsə, dedik ki, kölgənin uzunluğu 45-dən az olduqda cismin kölgəsi daha uzun olur. Buna görə də bu fikir səhv olar. 4-ə baxaq. Həm şimal, həm də cənub qütb dairəsində gecə və gündüzün adi növbələşməsi pozulub. Fikir doğrudur. Şimalda yalnız gündüzlərdir, cənubda yalnız gecələrdir, pozulub. 5 doğrular. Ən uzun paralel üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 60 dərəcədir. Ən uzun paralelimiz ekvatordur. Ekvatora 22 iyun tarixində günəş şüası 66,5 ilə düşür. Fikir səhvdir. Doğru cavablarımız 1, 2, 5 olar. 1, 2, 5. A variantı.